Arif Bey bizim yanımıza gəlmişdi. Çox şiddətli ağrılarla, beldən başlayıb ayağa doğru gedən ağrı, hərəkət məhdudiyyətləri və MRT nəticəsi və müayinə nəticəsi bəlli oldu ki, çox böyük bir ölçüdə bir yırtıq var, L4-L5 aralığında və əslində əməliyyat göstərişi olsa da belə biz xəstəmizi əməliyyatdan qurtarmaq üçün əlimizdən gələn prosedurlar elədik və nəticəyə göz önündə. Xəstəmiz özü inşallah deyəcək, necə gəlmişdi, indi necədir. Buyur Arif Bey, danışın durumunuzu. Allah şükür olsun. Sizdən baxın. Gələndə çox şiddətli ağrılarla gəlmişdim. Heç yerlə bilmirdim. İndi çox şükür deyiləcəm. Gələndə necə gəlmişsiniz? Hansı ilə? İki ağam hərə bir tərəfdə su qoyub. Dəlimdə hasta. Çox bərbad vəziyyətdeyim. Çox şükür. Bir gəzin, iyi yerişində bir baxın tekrar. Maşallah, maşallah. Süper. Sanki çok ağlayan adam siz değilsiniz. Sağ olun. Keçmiş olsun, Allah şahid etsin. Bundan sonra verəcəm idman hərəkətləri bel əzəllərini möhkəmləndirmək məqsədə daşıyacaq ki, olan yırtıq bir daha çıxmasın, bir daha ağrı verməsin və əksinə öz-özünə sorulub geçsin. Oldu Əzrəl? Təbrik ederiz, keçmiş olsun.